Hörmətli həmkarlar, salam aleyküm, hər vaxtınız xeyir olsun, xoş gördük sizi. Bugün mən sizə futsal idman oyunu qaydalarından biri olan qapıdan zərbə. Qapıdan zərbəni sizə izah edəcəm. Demək, hörmətli həmkarlar, qapıdan zərbə bu oyunda futboldan fərqli olaraq ayaqla yox, əllə oyuna daxil edilir. Ya bu son müəllim sual vermişdi. Qapıdan zərbə, qapıcı əlində top, cərimə meydançası və bu cərimə meydançası 6 metrdir. 6 metr. Bunun birinci növbəsi içəri də ata bilər. İkinci növbəsi xaricə də ata bilər. 2 yazmışam. Və üçüncü növbəsi birbaşa rəqib cərimə meydançasında burada da 6 metrdir. Ata bilər. Yəni top bura düşə bilər, burada düşə bilər, burada. Oyun davam edəcək. Amma top qapıdan keçəcəksə, qol qeydə alınmayacaq. Və rəqib özü yenidən neyəcək? Qapıdan zərbə başlayacaq. Yəni bir də deyirəm, qapıcı futzalda cərimə meydançasının içinə də ata bilər, daxilinə, xaricinə də ata bilər, başlaya bilər. Və rəqib zonasında da ata bilər, burada oyun davam edəcək. Amma top qapıdan keçəcək ki, oxşayız qoymuşam. Qol qeydə alınmayacaq. Qol qeydə alınmayacaq. Və rəqib yenəcək, qapıdan zərbə özü başlayacaq. Yox, qapıcı öz qapısına atarsa, küncdən zərbə, yazıram bura, künc zərbəsi. Kim başlayacaq? Rəqib, yəni futsal idman oyunda əsas heyət 5 nəfərdir. Bir qapıcı, 4 əsas heyət. Burada da bir qapıcı, 4 əsas, yəni 5 nəfər. Bir qapıcı, 4 oyuncu. Və rəqib neynəyəcək? Küncdən zərbə başlayacaq. Yəni qapıcı öz qapısına atarsa, neynəyəcək? Küncdən zərbə başlayacaq. Qapıcıya 4 saniyə vaxt verilir oyuna başlamasına. Yazıram bura. 4 saniyə vaxt verilir oyuna başlamasına. Yəni 4 saniyə ərzində yenə oyuna başlamalıdır. Qapıcı əgər topu ötürüb cərimə meydançasına, daxilinə heç kim toxunmadan ikinci kərə əllə və ayaqla toxunarsa nə deyil? Sərbəst zərbədir. Sərbəst zərbə. Yox, qapıcı xaricə ötürür, top heç kimə dəymədən əllə oynayarsa cərmədir, əllə oynadığına görə. Ayaqla ikinci kərə oynayarsa heç kim oynamadan nədir? Sərbəst zərbədir. Və oyun ərzində qapıcıya bir ötürmə vermək lazım. Məsəl üçün, qapıcı komanda yoldaşına topu ötürüb. Bu oyuncu topu bir dəfə ötürə bilər qapıcıya. İkinci kərə ötürmək olarsa, həmin yerdən rəqib nə vuracaq? Zərbə vuracaq. Yəni, qapıcı oyuna qoşula bilər, hücum iştirak edə bilər.